Hər vaxtınız xeyir əziz tələbələr. Bugün sizə ingilis dilində cümlə qurmaqla bağlı danışacağım. Xüsusilə 11-ci siniflər 3 cümlə yazmalıdırlar esse ilə bağlı və bu onlarda birazca çətinlik yarada bilər. Xüsusilə də dil bazası aşağı olan uşaqlar üçün. Deməli, ingilis dilində cümlə necə qurulmalıdır? Mən ən bəsit versiyalarından iki nümunə gətirəcəm sizə. Birincisi, swapped sözünü gözümüzün qabağına gətirək. Bu sözü bilək. Baxın, bu sözün mənasını, açılışını bildikdən sonra cümlə qurmaq artıq çox asan olacaq. Swap nədir? Birinci gəlir subyekt. Cümlədən birinci mübtəda, yəni subyekt gəlməlidir. Daha sonra gələcək verb, yəni fiil, xəbər. Üçüncü isə obyekt gəlməlidir, yəni tamamlıq. Dördüncü yer gəlməlidir, yer zərfliyi. Beşinci isə zaman zərfliyi. Əlbəttə, hər cümlədə bunlar sırasıyla olmalıdır deyə bir şey yoxdur. Yəni, elə cümlə ola bilər ki, zaman zərfliyi olmasın, elə cümlə ola bilər ki, yer zərfliyi olmasın və ya elə cümlə ola bilər ki, tamamlıq olmasın. Lakin bildiyimiz kimi hər cümlənin mütləq şəkildə mübtəda və xəbəri olmalıdır. Biz bu cümlə quruluşuna əsaslanmalıyıq ingilis dilində. Yəni ingilis dilində cümlə quruluşu mübtəda, xəbər, tamamlıq, yer və zaman olaraq sıralanır. Əlbəttə ki, bu sadə cümlə quruluşudur. Biz mürəkkəb cümlələrdə yaradarkən iki sadə cümləni birləşdiririk. Yəni əslində siz bunu bilsəniz, mürəkkəb cümləni də bağlayıcılar vasitəsilə çox rahat quracaqsınız. Gəlin çox bəsit bir cümlə deyək. Məsələn, deyək ki, biz hər həftə sinifdə çoxlu testlər yazırıq. Çoxlu testlər yazırıq. Gördüyünüz kimi, burada cümlənin mübtədasını seçməliyik. Cümlənin mübtədası biz, yəni we. Birinci cümlədə subyekt gəlməlidir. Daha sonra fikir verək, ikinci nə gəlir? Xəbər. Nə edirik? Yazırıq. İkinci gəlməlidir xəbər, yəni yazırıq. We write. Sonra obyekt gəlməlidir. Xəbəri yazdıq. Daha sonra isə obyekt gəlməlidir. Bəs obyektimiz nədir? Yəni tamamlığımız nədir? Nəyi yazırıq? Çoxlu testlər. A lot of tests. Daha sonra isə yer gəlməlidir. Harada yazırıq? Sinifdə. In the classroom. Daha sonra isə sonda zaman gəlməlidir. Yəni hər həftə. Every week. Yəni biz əgər swap-u bilsək, bu zaman sadə cümlələri çox rahatlıqla qura bilərik. Başqa bir cümlə quruluşu isə zərə-zəralı cümlələrdir, hansı ki mənası var deməkdir. Bəzən tələbələr bunu qarışdırır have-lə və ya has-lə. Lakin bunlar arasında fərq var. Biri var mənim kitabım var. Burada artıq have istifadə edəcəm. Bir də var deyirəm ki, stolun üstündə çoxlu kitablar var. Haradasa nəsə var ifadəsi zərə-zəra ilə işlənir. Kiminsə nəyisə var deyiriksə, artıq orada have və ya has-dən istifadə edəcəyik. Gəlin indi baxaq bir cümlə quruluşu, bir cümlə yazaq. Məsələn, yazaq ki, Azərbaycanda çoxlu tarixi abidələr var. Yəni, gəlin bunu çevirək. Birinci cümlədə gəlməlidir zərəz ya da zərər. İndi hardan biləcəm ki, is yoxsa ardı? Əlbəttə, bunun üçün birinci təyin eləməliyik ki, bizim mübtədamız tək yoxsa cəm. Burada görürük ki, abidələr sözü cəmdədir. Buna görə biz they are yazmalıyıq. Yəni, cümlə başlamalıdır zəri zəra ilə. Daha sonra isə nə varsa onu yazacağıq. Nə var? Çoxlu tarixi abidələr. Baxın bu. Çoxlu tarixi abidələr. Monuments. Daha sonra isə harada var? Haradadır, yəni onu yazırıq. Nə söyləyəcəm? Yəni biz bu iki cümlə quruluşunu bilib, rahatlıqla 11-ci sinifin imtahanında 3 cümləlik essedən çox rahatlıqla tam bal ala bilərik. Əlbəttə ki, müəyyən bağlayıcılar vasitəsilə də mürəkkəb cümlə yaradaraq.